Hər vaxtınız xeyir olsun dostlar. Oxford lüğətini tərcümə etməyə davam edirik. Deməli, absolve. Absolve nə deməkdir? Yəni, to state formally that somebody is not guilty or responsible for something. Rəsmi şəkildə bəyan etmək ki, bir nəfər adam günahkar deyil və yaxud məsuliyyət daşımır nəyə görəsə. Yəni, bunu bir kəlmənin ifadəsi belədir. Bəraət vermək, azad etmək. Yəni, məsuliyyətdən azad etmək, bəraət qazandırmaq, yəni məhkəmə salonunda. The court absolved him of all responsibility for the accident. Məhkəmə onu azad etdi bütün məsuliyyətdən, yəni qəza ilə bağlı. Sonra ikinci mənası var absolve-ın. To give absolution to somebody. To give absolution to somebody. Burada absolution yəni ki, bağışlanma, günahdan azad edilmə, əf, o deməkdir. Yəni, birinə bunu vermək. I absolve, yəni bunun ikinci mənası bir sözlə necə gedir? Yəni, dini mənada bağışlamaq, absolve. I absolve you from all your sins. Deyir ki, mən səni bütün günahlarından bağışlayıram. Günahlarından təmizləyirəm. Yeni sözə keçirik dostlar. Absorb. Absorb, yəni içinə çəkmək, canına hopdurmaq, udmaq. Məsələn, burada necə deyir? Birinci liquid, gas mənası, yəni qaz və maye. To take in a liquid, gas or other substance. To take in dostlar, burada nə deməkdir? Yəni, mənim udmaq da canına hopdurmaq, canına çəkmək, içinə almaq. Mayeni, qazı və başqa maddələri səthdən, yerin səthindən və yaxud da space burada mühitdir, sahədir. Ətraf mühitdən götürmək, yəni almaq. Yəni absorb bir sözlə bunun açıqlamasıdır. Bir sözlə absorb, yəni udmaq, canına çəkmək. Plants absorb oxygen. Burada misal da var. Yəni bitkilər oksigeni əmir, canına hopdurur. The cream is easily absorbed into the skin. Krem asanlıqla dəri tərəfindən əmilir. Sonra ikinci mənası var. Make part of something larger. Yəni, böyük bir şeyin hissəsinə çevirmək. Məsələn, to make something smaller, kiçik bir şeyi neyləmək? Become part of something larger. Yəni, böyük bir şeyin hissəsinə çevirmək. Məsələn, the country simply cannot absorb this influx of refugees. Ölkə sadəcə olaraq bu qaçqın miqrant axınını, qaçqın axınını, influx, yəni axın deməkdir. Qaçqın axınını deməli içinə çəkə bilməz, yəni qəbul edə bilməz. O mənadadır. Qəbul edə bilməz. Ondan sonra burada the surrounding small towns have been absorbed into the city. Yəni the surrounding small towns, yəni ətrafdakı balaca qəsəbələr have been absorbed into the city. Şəhərə birləşdirilmişdir. Daxil edilmişdir. Sonra information, məlumat mənasında. To take something into the mind, bir şeyi düşüncəyə, zehnə yerləşdirmək, yəni həzm etmək, qəbul etdirmək, yəni yadda saxlamaq, mənimsəmək o mənada. And learn or understand it. Və onu öyrənmək ya da başa düşmək.
Taking. Sinonimdə taking, yəni taking mənimsəmək, yadda saxlamaq o mənada. It's a lot of information to absorb all at once. Burada o qədər məlumat var ki, deyir, elə çox məlumatdır ki, yəni bunu belə deyək, həzm etmək, qəbul etmək, yadda saxlamaq hamısını at once bir dəfəyə dərhal mümkün deyil. Çoxdur məlumat. Interest somebody. To interest dördüncü mənası, yəni birini maraqlandırmaq. To interest somebody very much. Bir kəsin o qədər diqqətini cəlb etmək ki, marağına səbəb olmaq ki, so that they, belə ki, onlar pay no attention, diqqət yetirə bilmirlər to anything else. Başqa bir şeyə. Hər hansı digər bir şeyə. Bunun da burada nədir? Engross, yəni ilgisini çəkmək, diqqətini almaq, məşğul etmək o mənada. Engross. Məsələn, this work, bu iş had absorbed him for several years. İllərlə, bir neçə illər onun neyinədir, diqqətini məşğul etmişdi. Diqqətini məşğul etmişdi. Sonra burada nədir? Heat, light, energy. To take in, yəni and keep heat, light, energy, yəni udmaq və saxlamaq. Nəyi? İstiliyi, işığı, enerjini və s. Etc. ya da etc. Instead of reflecting it. Yəni əks etdirmək əvəzinə onu tutub saxlamaq. Məsələn, buna aid bir misal var. Black walls, qara divarlar, absorb, neyinir, alır, udur. A lot of heat, çoxlu istiliyi during the day, gün ərzində, gün boyu.